Bakı şəhəri Nəsimi rayon Ənvər Qasımzadə küçəsindəki park ərazisi dağıdılaraq yerində tikinti işlərinə başladılıb. Bölgə TV bildirir ki, vəzifəli şəxs aidi olduğu deyilən tikinti yaşayış obyekti olaraq nəzərdə tutulub və sahəsi Sorgi parkı ilə Koala park arasındakı ərazini əhatə edir. Yerli sakinləri qazıntı işləri aparılan ərazidə əməkdaşımıza dediyinə görə, tikinti əvvəllər Nəsimi rayon icra hakimiyyəti tərəfindən dayandırılsa da, bir neçə gün öncə söz gedən tikintiyə icra başçısının razılığı ilə memar Elçin Əliyev tərəfindən ictimaiyyətə təqdim olunub. Obyektin inşasına bəzi sakinlər və yerli aktivistlər narazılıqla yanaşıblar. Onların sözlərinə görə həmin ərazi uzun illər hasar alınmış, əvvəl burada yay kinoteatrı fəaliyyət göstərmiş və ərazi sonradan yenidən qurulmuşdur. İctimaiyyətin narazılığı həm də budur ki, park sahəsi üzərində aparılan tikinti onun ictimai funksiyasına xələl gətirə bilər. Hasarın üzərindəki məlumat lövhəsinə əsasən tikilən obyekt bir mərtəbəli, mənfi bir zirzəmi ilə şüşə fasadlı pavilyon tipli olacaq və inşaat işlərinin 1 iyul 2026-cı il tarixinə qədər tamamlanması planlaşdırılır. Mütəxəssislər və yerli sakinlər bildirirlər ki, park sahələrində hər bir tikinti ictimai maraq doğurur. Obyekt park üçün tikilir, yoxsa park obyekti üçün qurban verilir? Həmçinin prezident yaradarsa, növbəti obyektlərin tikilməsi ehtimalı parkların və yaşıllıqların parçalanmasına və yox olmasına səbəb ola bilər. Sakinlər aidiyyatı qurumlardan bu məsələyə diqqət yetirməyi və parkın ictimai funksiyasını qorumağı xahiş edirlər. Onlar həmçinin ərazidə gələcək tikintilərin ictimaiyyətlə razılaşdırılmasını tələb edirlər. Nəsimi rayon icra hakimiyyətinə və aidiyyatı qurumlara yazılı və şifahi müraciətlər etsək də, müraciətlərimiz cavabsız qaldı. Rəna Rövşən qızı, BTV.